Deməli müəllimlər, yeni mövzumuz olacaq, nəzəriyyəmiz daha doğrusu, Daniel Kahnemanın emosional zəka nəzəriyyəsi. Bu nəzəriyyə ilk öncə deyək ki, deməli bu Daniel Kahneman Harvard Universitetinin fəlsəfə doktoru dərəcəsini alıb və onun 1995-ci ildə Emosional İntellekt kitabı ən önəmli əsərlərdən biri hesab olunubdur. Deməli bunun mahiyyəti nədir? Bu emosional intellektin mahiyyəti odur ki, Kahneman iddia edir ki, İnsanın uğur qazanmasında təkcə onun akademik zəkası, yəni IQ deyirik, bu akademik zəkadır. Akademik zəkası deyil, emosional idarə etmə bacarığı da böyük rol oynayır. Və bunun 5 əsas komponentini müəyyən edibdir. Bunlar hansılardır? Biri özünü dərkdir, sonra özünü idarə etmə, motivasiya, sosial məlumatlıq, münasibətlərin idarə olunması. İndi hər biri haqqında danışacağıq və amma ilk öncə bir ümumi məlumat verim nümunələrlə bu emosional intellekt, emosional zəka haqqında daha doğrusu. Bax, nümunə var idi. Belə bir nümunə var ki, deyir, Qalman özü işdən çıxır, işdən evə getmək istəyir. Avtobusa minmək istəyir, görür hava yağışlıdır, avtobusun bir neçəsini buraxır, dolu gedir. Nəsə, bütün əhval-ruhiyyəsi hamısı olmur da heç nə. Avtobusa minir, görür ki, avtobus sürücüsü bunu belə gülər üzlə qarşılayır. Deyir, salam, necəsiz? Belə yüksək əhval-ruhiyyə ilə qarşılayır. Bu zaman Qalmanın əhval-ruhiyyəsi yüksəlir və görür avtobusda oturanların hamısının əhval-ruhiyyəsi yüksəkdir. O, burdan belə bir nəticəyə gəlir ki, deməkdir ki, emosiyalar keçicidir. Bir də bu IQ səviyyəsinin emosional zəkanın üstünlüyündən müqayisə edir. Necə bir nümunə ilə müqayisə edir? Məsəl üçün, deyək sizə bir nümunə gətirim. Tutaq ki, bir qrupda tələbələrdən gedir. Tələbələrin biri adı olsun tutaq ki, Zaman. Birinin adı Zaman olsun, birinin adı olsun Sənan. Bunlar qrup yoldaşıdır. Zaman çox savadlıdır. Hətta universiteti qırmızı diplomla bitirib. Sənan da sadəcə olaraq normal, yəni 4-lə, 3-lə belə bitirən uşaqdır, bitirib universiteti. Amma işə qəbul olanda test imtahanından Zaman bütün testlərdən hamısından yüksək nəticə ilə keçir və müsahibəyə gələndə artıq o müsahibədə o qədər eqoludur ki, özündən razıdır ki. Və müsahibələrdə bir o qədər də uğur qazana bilmir Zaman. Amma Sənan getdiyi müsahibələrin 90%-dən müsbət nəticə alır. Niyə? Çünki o çox sadəlövh, mehriban, gülərüz, yəni insanların emosiyalarını başa düşən bir şəxs olur. Ona görə də daha çox uğur qazanır. Ona görə deyirik ki, uğur qazanmada IQ-dən çox YQ, yəni emosional zəka daha çox rol oynayır. Bu da bayaqki nümunədir. Sonra gəlirik nəyə? Gələk indi bunun komponentlərinin izahına. Biri özünü dərkdir. Yəni özünü dərk necə başa düşürük? Biz özümüzü hisslərimizdə, ağlımızda, bədənimizdə baş verən hadisələri dərk eləməliyik. Misal üçün, mən hirsliyəm deyirik. Tutaq, mən niyə hirsliyəm? Bu hirsli olduğumun səbəbini bilirəmsə, bilmək özünü dərkdir. Misal üçün, mən hirslənmişəm, mənim tutaq ki, telefonuma dostum gec açıb. Mən başa düşürəm ki, mən dostuma hirslənməmişəm. Mənim hirsləndiyimin səbəbi, yəni məni dəyərli görməməsidir. Yəni özümü dəyərli görməyim daha doğrusu. Mən özümü dəyərli görürəm, demək mənim telefonum vaxtında açılmalıdır. Bu nədir? Bu insanın özünü dərk eləməyidir. Özünü tanımağıdır. Bu özünü dərkdir. Sonra gələk növbəti. Növbəti mərhələmiz özünü idarə etmədir. Bax, özünü dərk eləmədə biz hisslərimizdən agah olduq. Birinci mərhələdə. Sonra ki, dərk eləyəndən sonra hisslərimizi, özümüzü idarə etməliyik, bacarmalıyıq. Necə idarə? Bax, tutaq ki, bayaq dedim telefonumuzu gec açdı. Əgər mən ona reaksiya, özünü də idarə etmədə reaksiya var. Reaksiya vermək. Mən ona qışqıraraq cavab verirəm. Sən mənim telefonumu niyə gec açdın? Dalaşıramsa ondan, mən demək özümü cilovlaya bilmirəm, özümü idarə edə bilmirəm. Bu özünü idarə etməyə aiddir. Emosiyaları cilovlamaq. Özünü idarə etmədə emosiyaları cilovlamalıyıq biz. Beynimizdə müəllimlər bir emosional mərkəz var, bir də ki, məntiqi mərkəz var. Biz icazə verməməliyik ki, bu emosiyalarımız bizi ələ alsın. O zaman biz özümüzü cilovlaya bilməyəcəyik. Özümüzü idarə edə bilməyəcəyik. Biz daha çox məntiqi mərkəzə üstünlük verməliyik. Özümüzü idarə etməkdən ötürü, hisslərimizi cilovlamaqdan ötürü. Bir də məsələn, burada bir 10 saniyəlik pauza bir nümunə var. Tutaq ki, siz hirslənmisiniz, əsəbisiz.
Bir 10 saniyə kimi sayırsınız ki, biraz qoyursunuz soysun, cavab vermək, reaksiyanız və hər sıra reaksiya vermirsiniz. 10 saniyə kimi sayırsınız, sonra deyirsiniz ki, bu məsələni mən səndən 5 dəqiqə sonra müzakirə eləyərəm. Bu nə deməkdir? Artıq siz özünüzü idarə etməyə bacarırsınız. Özünüzü cilovlamağı bacarırsınız. Çünki 5 dəqiqədən sonra artıq hissiniz nisbətən soyacaq da, reaksiyanız əvvəlki kimi olmayacaq, bayaqkı kimi olmayacaq. Bu özünü nəyə aiddir? Özünü idarə etməyə aiddir. Sonra var müəllimlər motivasiya. Motivasiya daxili motivasiyadan ibarətdir. Bir də xarici motivasiya. Yəni bizə daxildən nələr motivasiya verir? Burada bizə ürəkdən gələn, yanlışlıqla ürəkdən gələn, həvəsdən, misal üçün, kitab oxumaq. Əgər siz bir əsəri oxuyursunuzsa, tutaq ki, onu həqiqətən o əsəri sevə-sevə oxuyursunuz. Yəni kardinallıqla heç bir təsir olmadan, ürəyinizdən gəlir, özünüzün marağı var, hər hansı bir dediktiv əsər oxuyursunuz. Bu sizin daxili motivasiyanız daxildən özünüzün istəməyinizdir, özünüzün həvəsidir. Amma xarici motivasiya sizə nəsə təsir, siz bir işi görürsünüz. Onu, məsəl üçün, hər hansı tutaq ki, işləyirsiniz, tutaq ki, müəllim işləyirsiniz, amma sizin ona həvəsiniz yoxdur. Oradan pul maaş alacaqsınız deyə siz o işi görürsünüz. Bu sizin xarici motivasiyanızdır. Sizə motivasiya verən oradan aldığınız məvacibdir. Və yaxud da ki, hər hansı bir yarışa qoşulursunuz, o yarışda yəni özünüz sevərəkdən yox, orada yer tutacaqsınız, qalib olacaqsınız, nə bilim sizə dəstəkləyən xaricdən gələn motivasiyalar sizə o işi gördürür. Bu da oldu bizim daxili və xarici motivasiyanın fərqi. Və bir də daxili motivasiyanı necə oyatmaq olar? Özümüzə xoş gələni tapmaq. Misal üçün, idman eləyirik, idmanda siz qaçmağı sevmirsiniz. Qaçmağı sevmirsiniz, başqa bir üsuldan istifadə edin. Misal üçün, futbol oynayın, rəqs etməklə bunu əvəz eləyə bilərsiniz. Bu da idmanın bir növləridir. Yenə idmandır, sağlamlıqdır, rəqs eləmək də idman, futbol oynamaqdır. Daha sonra nə çox asan, nə də çox çətin bir işlə məşğul olmaqdır. Tutaq ki, bir oyun oynayırsınız, o çox asan da olanda sizə maraqsız olacaq. Çətin olanda da ruhdan düşəcəksiniz. Ona görə bir ortasını tutmağı bacarmalısınız. Bu da daxili motivasiyanı inkişaf elətdirən xüsusiyyətlərdir. Sonra tək qalmamaq. Belə bir adətən qadınlar daha yaxşı bilir. Bu diyet tutanda, kimlənsə bir yerdə tutanda daha çox axıra kimi gedirlər, diyeti davam edirlər. Amma tək olanda hardasa bir pozurlar da o diyeti. Burada da elədir. Deyir, əgər siz kimlənsə yoldaş tapın özünüzə. Diyet tutmaq istəyirsinizsə, yoldaş tapın, bir yerdə tutun. Onda sizdə daxili motivasiyanız daha da yüksək olacaq. Daha sonra, bu da oldu bizim motivasiya mərhələmiz. Sonraki mərhələmiz. Gəlirik nəyə? Gəlirik müəllimlər. Empatiya. Başqasını anlamaq. Özünü başqasının yerinə qoymaq. Empatiya mərhələsi. Empatiya odur ki, başqası nə hiss keçirirsə, siz onu bir növ özünüzü onun yerinə qoyub o hisslərini anlayırsınız. Onu başa düşürsünüz. Bax, özünü idarə etmədə, özünüzü idarə etdiniz, özünüzü zovladınız və bir növ özünüzü qoydunuz həmin insanın yerinə. Mən o insanın yerində olsaydım, nə hisslər keçirərdim, necə davranardım? Bax, bu empatiya budur. Tutaq ki, bax, burada bir nümunə. Dostunuz deyir, imtahandan kəsilibdir və çox kədərlidir. Əgər siz ona empatiyasız yanaşsaz, deyərsiniz ki, eybi yoxdur, gələn dəfə də verərsən, gedək gəzək. O özü pis hiss eləyəcək, çünki onun gəzmək havasında deyil bu dəqiqə o. Amma siz empatiya qursaz, özünüzü onun yerinə qoyasaz, başqa cür yanaşarsınız. Məsələn, anlayıram, sən bu imtahan üçün çox çalışmışdın. Yəni, gəlib istəyirsən biraz dərdləşək. Burada empatiya quran insana aid xüsusiyyətdir bu. İfadələr həmin insana aid ifadələrdir. Sonra müəllimlər, gəlirik nəyə? Münasibətin idarə edilməsi. Bax, bayaqki addımlar atdıq ha. Birinci addımda özünü idarə etmədir, özünü dərk edir. Siz özünüzü dərk elədiniz. Özünüzü dərk edəndən sonra başladınız özünüzü idarə eləməyə. Hisslərinizi cizovlamağa. Sonra özünüz üçün bir motivasiya qurdunuz. İstər daxili motivasiya olsun, istər xarici motivasiya olsun. Sonra başqalarının yerinə özünüzü qoydunuz, empatiya hissi keçirdiniz. Bunlar hər biri nəyə xidmət, nəyə gətirib çıxarır? Gətirir münasibət, o digər insanlarla münasibətin idarə edilməsini. Bax, bunlar hər birini formalaşdırmaq bizə 5-ci addıma gətirib çıxardır. Siz bunların hər biri sizdə formalaşsa, olsa, artıq siz insanlarla normal münasibət qura biləcəksiniz. İstər dostluq münasibəti olsun, yoldaş münasibəti olsun, ünsiyyətə girmək olsun. Normal münasibət qura biləcəksiniz, ünsiyyət qura biləcəksiniz. Münasibətlərinizi idarə edə biləcəksiniz.
bax o dediyim o addımların hər birini özünüzdə formalaşdırsanız. Aha, sonra bir də nəyə gəlirik? Gəlirik ki, bu emosional intellekt kimə və nə üçün lazımdır? Məsələn, uşaqlara, şagirdlərə nə üçün lazımdır? Şagirdlərə lazımdır ki, kollektiv içərisində olur. Yoldaşlarla münasibətdə ünsiyyətə girə bilsin, özünü idarə edə bilsin, özünü dərk eləyə bilsin, münasibət qura bilsin yoldaşlarına. Müəllimə də onun üçün lazımdır ki, əsas müəllimə lazımdır ki, müəllim çünki roldur, modeldir, şagirdlər üçün bir nümunədir. Bu qədər müəllimlər mövzumuz, bu qədər emosional zəka, bu qədər.